5 oktyabr Beynəlxalq Müəllimlər Günü münasibətilə Göygöl Gənclər Evində tədbir keçirilib. Tədbirdə rayonun təhsil işçiləri, ictimaiyyət nümayəndələri və qonaqlar iştirak ediblər. Tədbirdə çıxış edən elm və təhsil işçiləri Həmkarlar İttifaqı Komitə sədrinin müşaviri Pərvanə İsmailova, Göygöl rayon icra hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə İbrahimova, Gəncə Daşkəsən Regional Təhsil İdarəsinin Göygöl rayonu üzrə təhsil sektorunun müdiri Elnur Qasımov, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Göygöl rayon komitəsinin sədri Elnur Hacıyev, eləcə də təqaüddə olan müəllim və yeni pedaqoqlar müəllim əməyinin cəmiyyətdəki rolu və dəyəri barədə fikirlərini bölüşüblər. Vurğulanıb ki, Prezident İlham Əliyevin uğurlu təhsil siyasətinin mühüm şərtlərindən biri bu siyasətin əsasında ulu öndər Heydər Əliyevin təhsil strategiyasının dayanmasıdır. Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təhsilin keyfiyyətinin yüksəldilməsinə yönələn layihələrin əhəmiyyətindən söz açılıb. Diqqətə çatdırılıb ki, fondun yeni təhsil ocaqlarının inşası və istifadəyə yararsız olan müəssisələrin yenidən qurulması istiqamətində gördüyü işlər dövlətin təhsil sahəsində apardığı siyasətə dəstək olaraq gənc nəslin daha bilikli yetişməsinə töhfədir. Beləliklə, təhsil müəssisələrinin infrastrukturu müasirləşdirilir, kadrların peşəkarlığına xüsusi önəm verilir, təhsil qanunvericiliyi əsaslı şəkildə yenilənib, məktəbə hazırlığın əhatəliliyi genişlənir, görülən işlər isə təhsilin inkişafına xidmət edir. Beynəlxalq olimpiyadalar, müsabiqə və yarışlarda da bizim nailiyyətlərimiz var idi, şagirdlərimizin nailiyyətləri vardı. Həmin şagirdlərin nailiyyətlərində öz əməyi, əziyyəti, töhfəsi olan müəllimlərimiz də vardı ki, onlar da tədbirə dəvət olundu və tədbirimizdə onların da təltifləri və dəyərləndirilməsi həyata keçirildi. Bundan sonra da Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı müəllimlərimizin təkcə müəllim günündə yox, o cümlədən bütün il boyu mütəmadi olaraq demək onların əziyyəti, diqqəti, qayğısı ilə bağlı müəyyən işlər görməyə hazırdır və bu işlər də bundan sonra da davam etdiriləcək. Tədbirin sonunda müəllimlərin əməyinə yüksək qiymət verilib. Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı tərəfindən Ucqar kənd məktəblərində çalışan 8 nəfər fəal müəllimə 4, 6, 9-cu sinif monitorinqlərində ən yüksək nəticə göstərən 28 müəllimə, 65 yaşına çatmış 23 nəfər təhsil işçisinə, həmçinin bu tədris ilində işə qəbul olunan 15 nəfər yeni ittifaq üzvünə hədiyyə, fəxri fərmanlar və pul mükafatları təqdim olunub. Bu mükafatlandırma müəllimlərin təhsil sahəsindəki fədakar fəaliyyətinin, gələcək nəslin formalaşmasındakı əvəzsiz xidmətlərinin bariz nümunəsi kimi dəyərləndirilib. Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Göygöl rayon komitəsi təhsil işçilərinin əməyinin dəyərləndirilməsini gələcəkdə də davam etdirəcək.